Sonluğu gözəl bitdi. Dostluq, sülh və əminamanlıqla. Sağ olun yoldaşlar, yolunuz açıq olsun. Mən yenə də sizlərlə bircə baş-başa tək qaldım. Amma xeyli indi sevincliyəm. Əhvalım da çox xoşdur. Amma heyf, dostlar tezcə. Hüseyin bəy, qəm etməyin. Bundan sonra onlar sizin yanınıza daha tez-tez gələcəklər. Artıq sizin də dincəlmək vaxtınızdır. Gedin bir qədər dincəlin. Hüseyin bəy, birazdan Məleykə xanım gələcək. O özü sizə şəxsən çay hazırlayacaq. Maraqlı əhvalatlar danışacaq, keyfiniz yenə açılacaq. Hə, gedin biraz dincəlim. Elə siz də gedin dincəlməyə mələklər. Elə siz də gedin yoldaşlar. Çox sağ olun ki, gəldiniz, məni və həmkarlarımı dinlədiniz. Sağ olun, gələn görüşlərə. Valideynlər və şagirdlər. Ümid edirəm ki, balacaq diyorlarımızın teatral oyunu xoşunuza gəldi. İndi isə gəlin onları təqdim edin və balacaq diyorlarımızı səhnəyə dəvət edin. Mələklər yolunda çıxış edin. Səfəriniz eynidir. Həsənli Pınar, Kışa Tabirov, Hüseynov Vidadi,
daha hörmətli valideynlər, həmkarlar, sizlərə salamlayıram. Ümid edirəm ki, tamaşa xoşunuza gəldi. Və indi isə mən belə deyək də, bir məqamı qeyd eləmək istəyirəm ki, musiqi məktəbinə gələn hər bir uşaq, yəni məcbur deyil ki, sırf musiqini davam eləsin və bu belə bir şərt də yoxdur ki, musiqiyə gələn hər bir uşaq musiqiçi olmalıdır. Lakin hər bir uşaq istedadlıdır və hər bir uşağın görünməyən tərəflərini üzə çıxartmaq lazımdır. Və hətta mən sizə qeyd edim ki, buradakı uşaqların hətta çoxlu yüksək nəticə göstərmək arzusu ilə yaşayan uşaqlardılar. Yəni onların bəlkə də jurnaldakı mənim yazdığım qiymətlərə baxsınız, məni qınayasınız ki, siz nə üçün belə şeylər eləmişsiniz. Amma mən qərarlaşdırdım ki, bu uşaqların görünməyən tərəflərini üzə çıxarmaq. Onların elələri olacaq, riyaziyyatçı, eləsi olacaq, həkim olacaq, eləsi olacaq, aparıcı olacaq. Hərəsinin bir arzu, eləsi var, musiqiçi olacaq. Amma ki, onları bugün biz bir cəmləşdirdik, musiqinin əsasında Üzeyir Hacıbəyevin obrazı ilə birləşdirdik və onlarla yeni bir istedadları üzə çıxardıq. Onların bacarıqları, aktyorluq bacarığı üzə çıxdı, rəqs bacarığı üzə çıxdı, danışıq qabiliyyəti üzə çıxdı və bunlar hamısı özü böyük bir keyfiyyətdir. Və onu da qeyd edeyim ki, biz bu planı, bu proyekti mən keçən ildən düşünmüşdüm. Allah rəhmət eləsin Natiq müəllimə. Mən ona bunu qeyd eləndə, o bunu çox dəstəkləmişdi bu proyektdə. Amma çox təəssüflər olsun ki, Natiq müəllim vaxtsız dünyasını dəyişməsi, o cümlədən bəzi uşaqların tərkibinin dəyişilməsi və s. Məsələni yubatdı və bizim bu işimiz belə deyək də təxirə salındı. Amma belə deyək də, hətta məndə böyük bir ruh düşkünlüyü yaranmışdı. Mən artıq eləmək istəmirdim bu proyekti. Amma Üzeyir rolunu oynayan bizim uşağımız var, Hüseyin. O mənə çox qəmli baxmağa başladı və qeyd elədi ki, yəni ki, bu qədər mən istədim oynayayım, mən bu qədər istədim. Yəni olmayacaq mı belə bir şey? Və mən ona söz verdim ki, bu olacaq. Nə olursa olsun, bu olacaq və kiçik uşaqların böyük arzuları həyata keçəcək. Və mən çox sevinirəm ki, onlar bugün bu cür oynadılar və mən çox sevinirəm. Həqiqətən də mənim üçün sevindirici bir haldır. Mənim baxmayam ki, bugün ad gündür. Bunların etdiyi hərəkət mənim sevinirəm. Mənim üçün ən böyük hədiyyədir. Hesab edirəm ki, hər bir müəllim üçün ən böyük hədiyyə onun məhsuludur, yəni şagirdləriz və mən çox sevinirəm ki, 4 il ərzində çalışdığım bu məktəbdə, yəni bu işi ərsəyə gətirdim. Təbii ki, bunu tək başına ərsəyə gətirə bilməzdim. Burada mənə köməklik göstərənlər, dəstək olan insanlar var idi. Birinci növbədə Allah rəhmət eləsin Natiq müəllimə. Çünki o bu məktəbə mənə gətirən məhz Natiq müəllim olmuşdu və mən ona hər zaman rəhmət oxuyacağam. Allah ona rəhmət eləsin və hətta bu proyekti mən onun xatirəsinə həsr edirəm, yəni öz adımdan olaraq. İkinci olaraq mən müdiriyyətə, yəni İlhamə xanım sizə təşəkkürümü bildirirəm ki, siz də bizə dəstək oldunuz, qırmadınız. Baxmayaq ki, gənc idim, yəni yenə də dəstək oldu, hər mənada mənə dəstək oldu, sizə təşəkkür edirəm. Təşəkkür edirəm Nərmin xanıma ki, o da bu işdə mənə köməklik göstərdi. Təşəkkür edirəm Həqiqət xanıma, şöbə müdürümə ki, o da mənə bu işlərdə həqiqətən kömək edir. Uşaq yığmaqda, məsələn, elə uşaq vardı ki, onlara simo olaraq mənə lazım idi. Məsələn, Vidadini Həqiqət xanım özü şəxsən mənə təklif etdi. O mənim şagirdim deyil, yəni belə baxanda, amma onu o mənə təklif etmişdi. Amma digərləri özümküydü, özüm baxıb seçmişəm. Yəni, amma doğrudan deyirəm ki, yəni həqiqətən sizlərin böyük bir dəstəyi vardır mənə və mən buna görə dərin təşəkkürümü bildirirəm. İndi isə istəyərdim ki, siz hər biriniz Sərdar Fərəcovda daxil olmaqla nəzərə alaq ki, o Üzeyir Hacıbəylinin ev muzeyinin direktorudur və onun burada olması önəmli bir haldır və istərdim ki, o da daxil olmaqla sizlərin hər biriniz səhnəyə gələsiniz. Birinci növbədə uşaqlarımıza mənim də öz hədiyyəm var. Təbii ki, onları mən belə əli boş yola sala bilməzdim. Gəlin onlara ilk öncə fəxri fərman verək. Özə təxsil fərman. Təxsil fərman və daha sonra Üzeyir Hacıbəylinin ev muzeyindən onlara kitablar hədiyyə olunub İngilis və Rus dillərində. O da önəmlidir, çünki uşaqlar dil bilməlidirlər, gələcəkdə bu onlara lazımdır. Və tapşırıq da verirəm ki, dil öyrənin və gələcəkdə bu kitabları sərbəst şəkildə bir nəfəsə oxuyun. Yəni Üzeyir Hacıbəyev haqqında Azərbaycanca deyil, İngilis və Rus dillərində oxuyun və eləcə də hədiyyələrimizi verək. Yəni
Əgər hər biriniz etiraz etmirsinizsə, zəhmət olmasa zala daxil olun, uşaqlarımızı bir-bir tərifnamələrlə təxvif tanıyın. Sərdar müəllim. Üzr istəyirəm, çox üzr istəyirəm. Bir şey yadımdan çıxdı mənim. Burada təbii ki, hər şey komanda işidir. Yəni təkcə bu komanda işi belə ola bilməzdi. Mən təşəkkürümü Ləmana bildirirəm ki, mənə həqiqətən çox dediyim anda mənə köməkliyi göstərdi və hər zaman məşqlərdə gəldi. Təşəkkür edirəm Ləman sənə. Allah səndən razı olsun ki, sən mənə qırmadın və onu da qeyd edin ki, çox istedadlı pianoçudur və mən ona notları verdim, dedim Ləman sən bunu çalmalısan. O artıq etiraz etmirdi, deyirdi yaxşı çalmalıyam və çalır. Həqiqətən öhdəsindən gəldi. Təşəkkür edirəm Yaquta. Zəhmət olmasa Yaqut, ayağa qalsın. Çox sağ onu idarə eləməyi, yəni xov məsələsini, xovun təşkili, o cümlədən Niyazi, jurnalist Niyazinin dirijorluğunu öyrədən məhz Yaqut olmuşdu. Bu işdə ona dərin təşəkkürümü bildirirəm. Və Günel xanıma da təşəkkürümü bildirirəm. Çünki bizim balacamıza kukla mahnısını Günel edir. Səni təbrik eləmək istəyirəm. Mən çox böyük zövq aldım bugün. Bu istedadlı bir şəxsiyyət, Humayun təqdimatında belə bir tədbirin keçirilməyi düzü sentyabr ayından deyirdi. Hələ keçən ildə mən təzə gələndə bu fikri, yəni ki, bu fikir var idi. Yəqin ki, elə məhz bu günə təsadüf olmalıdır, sənin ad günü və mən böyük bir zövqlə bu tamaşaya baxdım. İnan ki, tamaşanın sonu çatmağını istəmirdim. Səni təbrik edirəm. Mən Humay xanımın sinifində oxuyan valideynləri təbrik edirəm ki, sizin belə istedadlı, belə savadlı, həyatsevər, yəni entuziazmla dolu bir, həm də peşəkar, yüksək ixtisasçıdır bu insan. Çox təbrik edirəm sizi. Qarşıdan gələn Novruz bayramı münasibətləri təbrik edirəm. Və gələcək uğurlar, davamlı uğurlar arzulayıram. Hərinizə vereyim biraz. Uşaqlarımız maşallah çoxdur. Maşallah 14 uşaqdır. Biraz baxarsız başlayın. Onu da qeyd edim ki, təxvif fərmanlarının arxasında uşaqların şəkli var. Bu da yaddaşda qalmaq üçün belə edim. Çox gözəl, çox gözəl. Üzeyir Hacıbəyev rolunun ifaçısı, Əli Hüseyin. Zəhmət olsun Hüseyin. Abbasov Elfər. Hüseynov İmran Niyazi. Məlikov Məhəmməd Əli. Məlikov Məhəmməd Mustafa. Əyyubova Aysu. İnşallah sen böyüyemeyeceksin, bunların sayı çok olacak. Sen buldum olacaksın. Əyyubova Aynurə. Təbii ki deyirəm qızım, hələ mələksən, mələk kimi də qal. Tağıyev Tahir, aparıcı.
Vəlizadə Sabir, Əfrasiyət Bələdiyyə. Həsənli Pınar. Mələyimiz Manatlı Cəmilə. Səfərli Zeynəb Mələyimiz. Mən gəldim, ən yaxşı aktyor Hüseynov Vidadi. Və belə, təşəkkür edirəm bir daha sizə və təşəkkür edirəm valideynlərə də. Həqiqətən mənim bəxtim valideynlərdə çox kəsirik, həqiqətən çox kəsirik. Onlar həm özləri də maraqlı valideynlərdir, belə necə deyim, onu qeydim ki, valideynlər olmazsa, təbii ki, işi görmək mümkündür. Həqiqətən çox tələbkar, çox belə həvəskar valideynlərdir, məni qırmırlar, nə vaxt deyirəm, o vaxtda gəlirlər. Mən valideynlərimizə təşəkkürümü bilirəm, bir də təşəkkürlər valideynlərimizə. Və bir də alqışlar uşaqlarımıza. Çox sağ olun, hər şeyə görə təşəkkür edirəm. Mən də hamınızı salamlayıram. Mən çox sevinirəm ki, bugünkü tədbirdə bu qədər auditoriya qarşısında Humayun bu cür gözəl tədbiri keçdi. Mən Humaya çox inanıram, Humayun gələcəyinə çox inanıram, parlaqdır. Mən onu çox istəyirəm. Doğrudan da bu gəlişi gözəl sözlərdir. Mən onunla ilk dəfə olimpiyadada tanış olmuşam. Bap balaca qız idi və birinci yeri qazanmışdı. Məktəbinə birinci yeri qazandırmışdı. Bilirsiniz, bu tədbir o qədər faydalıdır ki, mənim dəfələrlə gözüm doldu. Buradakı insanları biz necə, bunlar hamısı bizim, necə deyil, bizim mənbədir bunlar. Bunlar bizim həyatımızdır. Bunlar bizim Azərbaycanlı olduğumuzu sübut edən bir şeylərdir və bunları bizdən heç kəs ala bilməz. Heç bir mənfur düşmən də, qonşu da, heç kəs ala. Bunlar bizim malik olduğumuz ən böyük sərvətdir. Və uşaqlar musiqi ədəbiyyatını necə gözəl bilirlər, necə hər kəsə, burada bilməyənlərə informasiya verdilər, hər kəs barədə. Bir əsərlər vardı, mən hamını təbrik edirəm. Sizi Sərdar müəllim, anasını təbrik edirəm Humayun. Bütün uşaqları təbrik edirəm, valideynləri, məktəbi təbrik edirəm. Mən valideyn kimi yox, Üzeyir Həciməylinin ev muzeyinin direktoru kimi gəlmişəm bura və direktor kimi də Üzeyir Şunas kimi çıxmasını demək istəyirəm. Əvvəla Üzeyir bəylə bağlı nə var, hamısı bizim üçün maraqlıdır, əzizdir. İlk növbədə mən bu məktəbin rəhbərliyinə şəxsən İlhamı xanımı dərin təşəkkürümü bildirirəm ki, Üzeyir bəyin xatirini siz siz tutursunuz, saxlayırsınız və Üzeyir bəy əlbəttə bizim musiqi günəşimizdir və bizim musiqidə heç bir addımımız onsuz olmayacaq, minnətdarım sizə. Və bu uşaqlar ki, Üzeyir bəyin adını belə əziz tuturlar, onun zəmanəsini, onun ətrafını, dostlarını, tələbələrinin obrazlarını bu az yaşlarında belə gözəl və dəqiq cizgilərlə yaratdılar. Bu doğrudan heyrət ediciydi və doğrudan da adama çox təsirli, hətta gözümüz yaşarırdı. Və obrazlar nə qədər dəqiq seçildi, Üzeyir bəyin rolü və Qara Qarayev fikrətən, o Qara Qarayevdir, biz Qara Qarayev əlbəttə gəncliyimiz onların artıq yaşlı vaxtına düşmüşdü və biz onları ancaq müdrik filosof kimi xatırlayırıq. Ancaq ki, Qara Qarayev doğrudan da gəncliyindən maksimali, çox belə enerjili və o cavan oğlan çox gözəl yarattı. Mən arzu eləyərdim ki, hələ gələcəyimizin Qarayev olsunlar, gələcəyimizin Asaf Zeynallısı olsunlar, Əfrasiyyə bədən. Çünki bütün bunlar hamısı Niyazi, Hökmə xanım, Ağabacı xanım, bütün bunlar hamısı tarixi şəxsiyyətlərdir və bunlar Azərbaycan musiqi mədəniyyətində adlarını qızıl hərflə yazırlar. Və sizin üçünsə bugünkü tədbir sizin məktəbinizin rəhbərliyi
gözəl bir imkan verib ki, o böyük aləmə qovuşdunuz. Bu aləmin o gözəlliyini saxlayın ürəyinizdə, qoruyun. Həmişə sizinlə olsun, siz bu gözəllikdən ancaq zövq alacaqsınız, böyüyəcəksiniz, gözəlləşəcəksiniz, artacaqsınız. Mən bunu sizə arzulayıram. Əlbəttə, Humayun işini təşkilləyirəm. Doğrusu, mən bunu görməyəcəyiz, bilmirdim Humayun nə eləmişdir. Siləmədim, yaxşıdır, çox. Hamınıza təşəkkür ederim, siyasçılara, uşaqlara, bütün şeyler. Sağ olun. Bra, bra.